Topun arxasınca qaçan balaca uşaqlar, bəlkə də gələcəyin məşhur futbolçuları elə bu meydanda yetişir. Amma sual budur, uşaqlar futbola neçə yaşından başlamalıdır? 30 ilə yaxındır futbol həvəskarıyam. Yəni uşaqlıqdan arzum idi futbolçu olmaq. İndi nəsə qismət olmadı. Ona görə də bu marağı övladımda yaratdım. İndi maşallah olsun, hər ikimiz futbol həvəskarıyıq. Çox istəyərdim ki, futbolçu olsun. 6 yaş yarımdan futboldadır. Hələ ki davam eləyirik. İnşallah ki, yaxşı olar gələcəyi. Atasının arzusunu reallaşdırıb tanınmış futbolçu olmaq üçün böyük həvəslə məşqlərini davam etdirən balaca Cəbrayıl futbolu həyat tərzinə çevirməyi bacarıb. O deyir ki, futbol oynadığı zaman çox xoşbəxt olur. Mən futbolla məşğul olam. 6 yaşımdan futbola gedirəm və mən Azərbaycan Qartalları komandasında oynayıram. Futbol mənim demək olar ki, hər şeyimdir. Mütəxəssislərin fikrincə futbol bacarıqları erkən yaşlardan formalaşır. 4-6 yaş arasında başlayan məşqlər uşaqlarda koordinasiya, balans və komanda ruhunun inkişafına təkan verir. Əsas olan yarış deyil, inkişafdır. Bu yaşda məqsəd uşağın oyunu sevməsi və sağlam həyat tərzinə alışmasıdır. Peşəkar olmasa belə futbol onu bir fərd kimi formalaşdıra bilər. Son yıllarda artık futbola başlama yaşı daha da balacalaştı. Eskiden 6-7 yaş diye başlama yaşı nezere götürürken artık 4 yaş, 5 yaş futbola başlamak için uygun yaşlar. Avrupa'da, dünya arenasında da baktığımızda artık bu 4 yaşa kadar indi. Bizim futbol okulunda da kabul 4 yaştan başlar. Deniz ki, yani uşak yaşta futbola başlamanın çok büyük faydaları var ama yanlış meşler verildiği takdirde bu sabah 3-4 yıl sonra belki de hiç o valiliğin uşağın aklına gelmeyecek ama bu düzgün verilmeyen meşler o zedelere uşakları yönlendirebilir. Ona göre ki işin peşekarlarına uşaklara emanet etmek en doğrusu. Mən futbola həvəsim daha çox kiçik yaşda atam məni futbola öyrədib, top verib mənə. Mən həmişə topla oynayırmışam. O vaxtdan mənim istedadım olubmuş. Mənim həmçinin 12 yaşım var. 7 il futbolla məşğulam. Çox xoşbəxtəm. Futbol mənim həyatımdır. U10 komandası olaraq bu ildən yarışlara başlamışıq. Bütün hocalarıma təşəkkür edirəm. İnşallah çempion olarıq. Mən 6 yaşımdan futbol oynayıram. Futbol uşaqlar üçün sadəcə bir oyun deyil, bu dostluğun, mübarizənin və xəyalların birləşdiyi bir məktəbdir. Hər vuruş, hər qol sevinci, hər məşq uşaqlara təkcə idman bacarığı deyil, həm də həyat dərsi qazandırır.